Türk Dünyasından Salamlar proqramında hamılıqla xoş gördük. Sevgili TV1 seyirciləri. Şəxsi saxlancım, arxiv lentlərimlə ana xatır əfsanələrinin doğulduğu yurtlara, ulusumuzun boy verdiyi torpaqlarla görüşə dəvət edirik sizləri yaradıcı heyətimizlə. Qədim qayın Borçalımıza, ulu dədələrimizdən Qıpçaq türklərinin tikib, qurub, ucaltdığı, el içində el, dil içində dil bəslədiyi Borçalıyadır yolumuz. Gəlin həmin lent yazılarına bircə tamaşa edək. Məni kimi nənə qonaqlarına xoş gəldin deyər. Xoş gəldiniz ay oğlum, ev də sizindir. Sizin bizə gəlməyiniz fərəhdir mənə. Həm bizə xoş gəlibsiniz, həm də bu vətənə. Vətən də sizindir, el də sizindir. Qoymayın ot bassın, cığırı, izi. Hərdən bir gəl oğul, unutmayın bizi. Bu qəlbdə, bu ürəkdə, öy də sizindir. Allah canınızı sağ eləsin. Doğrudan da vallahi sizin bu gəlişiniz məni çox fərəhləndirir. Həm də ki, elə bil ki, özümüzün oğlanlarımız gəlib bugünkü gündə. Geniş olsa gen qapılar, sınıq könüllər yapılar. Neçə olsanız yer tapılar, böyük imarətdir bilin. Allah sizi bu dərgədə eləsin. Böyük imarətdə mən neçə gün istəsəniz qonaqlayaram. Canınız sağ olsun, var olun, gələn əyəklərinizə mən nənəniz, Qələmzər nənəniz qurban olsun. Borçalı elləri belə qarşılar dostunu, qonağını. Lap elə qapını vaxt, bivaxt döyən Allah dəndəsinə. Süfrəsi açıqdır bu ellərin, tək niyyətin, məramın safıla. Borçalı dediyin ağır mahaldır, çəkin yoxdur, bu mahala toxunma. Mərifət süfrəsi şərbətdir, baldır, dad bilmirsən, şərbət, bala toxunma. Loğmanı var, xəstələrə can verər, mərdləri var, canını qurban verər. Alimi var, elmdə fərman verər. Kəmin alsan, o kamala toxunma. Burada qərar tutmaz qəlbi qaralar, heç vurnuxma. Yazıq, gözün qaralar, kamandarın imtihanı zor olar. Dözənməzsən, qeyri qala, toxunma. Toxunma deyəndə ki, qırmızı körpüdən adlayırdın bu üzə. İndi qırmızı körpü handa, sən harda. Heç şəklini fotoya alıb diqqətimizə yetirə bilmirik əzizlərimiz. Dədələrimizin ucaltdığı qırmızı körpü, əzəmətli tağları ilə yarı incik, yarı küskün, boylana qalıb yollara. Buradan üzü qəribə yol alsan, vaxtı ilə Sovetlər dönəmində Borçalı ərazisindən alınıb Ermənistana verilən bağ-bağatlı Allah verdi. İndi Noyan-Biryan, Tumanyan çağırılan gözəl Cəlaloğlu, məşhur Qara Arxac dağlarıdır ki, Binəy qədimdən Borçalı elinin yaylaq yerləri olub. Qara Arxacı keçəndən sonra indi Qukaslı dedikləri Hamamlı, ondan sonra Ağbaba bölgəsi gəlir ki, bütün bu ərazidə Borçalı mahalının sübutlu dəlilli torpaqlarıdır. Tarix, zaman, möhürlü sənədli fərmanlar, torpaq özü deyir bunları. Haqq hesab çəkəcəyimiz gün yetişər inşallah. Əlləri sinəsinin üstündə, düz ürəyinin başında vətən himnini göylərə ucaldan ciyərparələrimiz, körpəcə fidanlarımız böyüyür ulu Borçalıda.
Bu da Gürcüstan dövlətinin himnindən bir bənd. Azərbaycanlılar yaşadığı dövlətə, dövlətçiliyə, torpağa, üz-üzə gəldiyi insanlara həmişə sədaqətli olublar. O sədaqətin nümunəsini görürsünüz indi. Kaş hər kəs bunu başa düşəydi. Geçmişdən Borçalı'yı fiziki coğrafi cəhətdən 3 yerə bölünür. Aran Borçalısı, Bağ Borçalısı, Dağ Borçalısı. Borçalının qara papaqları qədim dövrdən orada məskənləşib indi. Gürcü mənbələrinin özünə mən qayıdıram. Çünki başqa mənbələri yox, Gürcü mənbələrini deyirəm. Gürcülərin 8-ci əsrdə yazılmış bir mənbəyi var. Orada yazırlar ki, bizim eradan əvvəl 4-cü əsrdə, yəni 326-cı ildə Makedoniyalı İskəndər İrana yürüş edəndə Qafqazdan keçir. Makedoniyalı İskəndər yürüş edən vaxt Qafqaza Kür çayı vadisində onun türklər yaşayır, qədim türklər yaşayır. İndi o gələndə türklər orada var idi. İndi əgər bunu biz Makedoniyalı İskəndərə görə qədimliyi bir 1000 il qabağa atsaq, bu demək ki, 3400 ildir Kür vadisində ulu babalarımız yaşayır. Və o tərəfin bütün makro, mikro toponimləri bir 50 il qabağa gedəndən sonra araşdırırsa deyəsən, hamısı türk mənşəlidir. Qəbristanlıqlarda, Turqanlar nə varsa, Qarabağ qalmış kəndlərdə, hamısı türk mənşəlidirdir. Hamısı. Məsələn, bizim kəndin ərazisi təxminən şərqdən qərbə bir 10 kilometr, şimaldan da cənuba belə bir 8-10 kilometr qədər də olur. Bizim kəndin ərazisində bir neçə xarabalıqlar var. Vaxtilə Türk kəndi, Rövşənli kəndi. Bizim kənddən 1 kilometr yuxarı Donqranda kilsə var, orada olubdur. Sonra yuxarı deyəcəm Bacalan, Bacalan. Kənd olubdur, xarabalığı qalıbdır. Yuxarı gedirsən bizim kəndin ərazisində Cəfər qala, adı qalıb. Baydarlı, kənd olubdur vaxtı ilə, adı qalıb. Sonra Qalaça. Mən Borçalı toponimlərinə məşğul olanda yalnız Gürcü mənbələrinə mən istinad edirdim, əsasən. Gürcü mənbələrinə. Gürcü mənbələrində indiki Gürcüstan ərazisində, Şərqi Gürcüstandan söhbət gedir. 600-ə qədər 594 makro, mikro toponimlər tutulur. Bunun hamısı Gürcü mənbələrində öz eksini tapır. Borçalı tarix boyu elə bir ərazi olub ki, həmin Qafqazda, Zaqafqazyada şərqdən qərbə gedən ticarət mərkəzinin üstə yerləşibdir. Bütün şərq ölkələri ticarət üçün gəlib Borçalıya, şərqə gəlib, oradan da Azərbaycana gəliblər. Geri qaydan da olubdur. Borçalının tarixini biz vərəqləndə nələri biz görmürük? Borçalı balası gedibdir, Misir Sultanlığında ali başkomandan olub. Teymur Ləngin ordusuna ilk zərbə indirən olub həmin ordu ilə. Baybars. Borçalı getiribdir Nərimanov kimi şəxsiyyətləri. Mehralı bəy kimi Rus ordusuna 19-cu əsrin axırlarında qan odduran bir sərkərdə yetiribdir. Yadyarovlar nəsə olub, 4-5 general veribdir. Generalların sayı çoxdur bizim Borçalıda. Sonra dövlət xadimləri Topçubaşov, o da Borçalıdır. Həm də elm sahəsində Abdullah Şahidin oradandır. Aşıq mədəniyyətinin mərkəzi olubdur Borçalı aşığı. Kəmandar, Hüseyin Saraçlı, Aşqarrah, başqaları və s. Oradan yetiribdir. Çoxu alimlərimiz var Borçalıda, 1500 nəfərə qədər alim geçir. Bunun 150 nəfər elmlər var. Onların içində akademiklər də var, akademiklər var. İlk prezidentlərindən bir Azərbaycan Elmlər Akademiyasının Borçalı balası Zahid Xəlilov, Bolnis rayonu Saraçlı kəndindən. Bizim Azərbaycan Respublikasının qərbində mən hesab edirəm, Borçalı Azərbaycan üçün alınmaz qaladır. Gürcüstan sərhədlərini keçər-keçməz, düz Marneoliyə qədər Azərbaycan kəndlərinin müşayiəti ilə dolaşırsan bu ərazini. Çeşəli, Alged, İlməzli, Kosalı, saysız hesabsız yer, yurd adları. Hələ məşhur Qarayazı meşələrini demirik. Gürcüstan ərazisində Dədəm Qorqud dünyası ilə səsləşən yüzlərlə toponim yaşayır. Günü bu gündə. Baydar, Baydarlı kənd xarabalığı, Baytəkər, Az Gəyliyən,
Sarvan, tüllər, ulaşlı, salyer, qaratikan, əvrənli, kəpənəkçi, dəllər və s. kimi toponimlər Dədə Qorqud dastanlarındakı qanlı qocanı, sarvanı, tuluquşun yavrusunu, uşun qocanı, qaratikan məliyi, dəli əvrəni yada salıb xatırlatmırmı? Dağ Borçalının Qırdağı, Sənək uçan, Sürməli, Ağqaya, Ağlağan, Göydağ, Dəlikli daş, Qarasu, Qızlar bulağı, Babakər, Yağlıca, Qalaça, Qollu daş kimi yer adları Dədə Qorqud dünyası ilə səsləşmirmi? Belə tarixi yurd yerlərindən, Şahmalı kəndindən Həvva ananın qonağı olacağıq. Havva xala, Allah balalarınıza can sağlığı versin. Sana qurban olsun Havva xalam. Çox Eviniz sağ ol. abad olsun. Çox sağ ol. Nəvədən, nəticədən, evlatlardan nəyiniz var deyə bilərsinizmi? Hasını deyim ay mən. Çox. Anar, Elşad, Rəşad. Hasını deyim. Visal, Qəhrəman, Cavanşirin ikisi var olar. Adım Eliyə. Nə tez baxırlar sizə, razısınız? Hamısı yaxşı, hamısı mənim gözümün ışığıdır. Hamısı yaxşıdır, hamısı. Deyirsən, yəni tafolsuz adı yoxdur. Yox, məndən ötürü hamısı birdir. Bu kənddə belə böyük ailələr çoxdur. Çox da var, az da var, çoxdur. Yaxşı, xoşbaxt xalqdılar, yaxşı yerdir, bura yaxşı belə maldarlıq yerdir. Çətin deyil burada yaşamaq. Burada lap başarana hasaddır. Yəni hər kəs bacarsa, özünə dolanışıq qursa, Lap yaxşı, lap yaxşı. dolanışıq qura bilər də özünə. Özünün qıryatı olsa özünü dolandıra bilər. Mənim özümün də 1000 can qoyunum var. 3 çobanım var. Bir 10-15 can malımız var. Dolanıyoruz. əvvəlcə zəhmət çəkərsən ki, sonra da bəhrəsini görəsən. Mənim özüm müəlliməm. Xarici dil müəllimiyəm, ingilis dili müəllimiyəm. Uzun müddət burada işləmişim. Uzun müddət öz məktəbi, Şahmar məktəbində işləmişəm. Məktəbimiz bağlanıb, yəni uşaqlar azalıb. İndi ibtidai məktəb oldu. İbtidai məktəbdə də uşaqları döynana qoydular, təmiz dayandı. Qonşu kəndimiz Qəmərliyə gedir uşaqların bir parası. Qalan da kəndimizdə yoxdur oxuyan, qalan bağlan bir ildən. Sonra özüm son vaxtı Azərbaycanda işləyəmişəm. Nəhayət ailəm burada olduğuna görə geri qaçdım, indi artıq ailəmlə məşğulam, təsərrüfatla məşğulam, malla, qoyunla, nə bilim. El necə dolanır, mən də elə. Biz Tərkəndə Azərbaycana qaçırıq, Azərbaycan deyirik. Baba bundan xəbər çağıracaq. Azərbaycan, doğma vətən, Azərbaycan, doğma vətən. Bu da oxuyur, heyfaslar mahnı oxuyur. Elə, heç oxumadı bizi üçün. Özümüz tanır. Bizim burada uşaqlarımız da Azərbaycan deyir. Havana, dediniz ki, tək böyütmüsünüz də uşaqları. Tək böyütmüşəm. 11 uşaq anası olmuşam. Arzum olubdur ki, bunlar neçə qardaşdır. Hamısı xoşbaxt olsun. Hamısı gəlinli, nəvəli, belə eşqli yaşasın. Mən ölənətəm, bunların ayağı daşa dəyməsin. Arzum budur. Hamısını elə arzulayıram, hamısını. Bunların da sağ olsun uşaqların hamısı gələndə mən elə yoxluyur, elə axtarınca. Elə istəyirəm. Vaxt bölgümüzdə bugün həm də məşhur Kəpənəkçi kəndinə gedəsiyik. Əgər ki, yol üstü müqəddəs yurd yerlərimizi ziyarət edib kəndlərimizə baş çəkə bilsək. Bura Xıram çayının sahillərinə evləri səpələnən Qızıl Hacılıdır. Nəriman Nərimanov 1890-cı ildə bu kənddə ilk müəllimlik fəaliyyətinə başlayıb. Ona qədər də Qızıl Hacılının məktəbi olub. Düz 1877-ci ildən
bu kənddə məktəb açılıb. Dünyəvi məktəbdarlıq işinin əsası qoyulub. Xoş günləri alın, xoş sıfatınız olsun, gözəl günümüz olsun. Yaşayışınız da xoş olsun, balalarınız da sağ olsun. Bu gün Kvemo Balnesi adı verilən, tarixin uzaq qatlarındansa Bolus kəpənəkçi yaddaşı ilə Dədəm Qorqudun boy boylayıb soy soyladığı qədim Oğuz ellərindən şöhrətli kəpənəkçi kəndi. Məşhur gürcü mənbələrindən Davitis Historicosidə, yəni 4-cü Davidin tarixi sərnaməsində Gürcüstanın 2 hissədən ibarət olduğu, türklərin məskunlaşdığı ərazi Didi Türkova, Böyük Türklük, Gürcülərin yaşadığı ərazi isə Kartveloba adlanır. Bəli, Borçalı Güney Qafqazda ən qədim insan məskənlərindən biri olub və bu torpağın ilk sakinləri də bizim ulu dədələrimizdir. Bu yay elə bu torpağın ləyaqətli evladlarının əməyi, xərci, xəcərəti ilə Kəpənəkçidə müqəddəs Allah evi əhalinin istifadəsinə verildi. Sabaha Bolnisinin Darvaz kəndində toy mərasimi var. Mübarək olsun. Əslində Darvazdan ayrıca proqramımız olacaq qarşıda. Amma bu toyun hazırlığından heç vaz keçə bilmədik. Ona görə də Reyhan ana ilə Zemfira xanımın bərəkətli nehrəsinin ayranından, yağından siz də dadın. Oğlum, belə xoş gəlirsiniz Darvaz elinə. Burada yaxşı, belə yaşayış yaxşı, hər şey yaxşı, dağlar yaxşı. Orada dağlara çıxırıq, hərə bir maşın tutur, mal-qaramızı aparırıq. Orada yığırıq bu torvuya, bu gördüyünüz üstəyi torvuya. Onu da tuyulduz, tökürük bu nəhriyə. Asırıq, hər kəs belə kömək çağırırıq. 10-15 nəhrə yağ çalxıyırıq. Gələndə dəlik bərəkətli olsun, malın altında döyərlər bərəkətli olsun, bir-birimizə sabahın xeyri olsun belə. Biraz yeyirik, quran olun, quymaq çalırıq, həmən gün su halva qarıyırıq. Kim bizə nəhrə kömək edir, işləyir, onlara gidirik. Sonra nəhriyi götürük qoyun qarınını, quzu qarınını, təmiz yuyuruq, duzluyuruq, quruduruq. Sonra yağı basırıq oraya 10 kilo, 11 kilo, 18 kilo tutan qarınlar doğur. Onu da yığırıq, gətiririk buraya. Ya satırıq, ya yeyirik, ya balalarımızı öndəririk Bakıya. Buzu qarnından olan yağ bir qışı görür. 18 kilodur. Kim külfətli, tez işlədir. Kimi külfətli, az işlədir. Onu işlətməkdən asılıdır. İndi həftədə Reyhan ana, Aha. bir bu tərəfə baxın, uşaqlarınız Bakıda baxacaqlar sizə. Sənə qırad olun, xoş gəldin. Xoş yeriniz olsa. İndi həftədə neçə kərəm olur belə nehrin? Yarım aydan bir, 2 həftədən bir. Yağ olanda tökürük qazanlara, bu gördüyünüz tavalara. Ondan ayrı gələ tavaları tökürük. Yağımızı yığandan sonra yenə başlayıq artıq tökməyə. 10 nəhrə, 15 nəhrə, 18 nəhrə belə malımızın südünə binər. Kim sağır 6 mal, kim sağır 3 mal, kim sağır 12 mal. İndi o kömək eləyənlərə pay düşür. Ay, bət bölümüylə, cəmlə, 1 kiloyu, yarım kilo, hərəsinə nəsə də öydə nə var, şirniyyət,
halva çalıram, quymaq çalıram. Onları yaxşı yola çalıram. Onlar bir gün axşama mənə işləyirlər. Belə olur, öyle. Belə. Sonra gəhdən də maşın çəkirəm, qaymaq qarıram, şor qarıram. Kiməsə də pay verirəm. Onlar da məsələn pay gətirirlər mənə belə dağda. Ondan da köçdük gəldi. İndi kollarda yenə deyik, yaxşı kollarımız var. Zoğal, armud, moruf, kol alması, hər şeydən varımız var qurumuz. Yine dediğin yaylaq yeridir. Ne hele? Yine dediğimiz de yaylaq yeridir. Hər il herkes öz yurduna düşür. Heç kim yurduna getmir. Belə qarıyırıq qurulum. Belə yağ olduqca da tökürük. Baxırıq ki, hələ olur, olmur. Olur hele. Hələ olmuşdur, hələ az çalxandır. Biraz keçirdən, o danalı mallar tez olur. Ancaq körpəli mallar gec olur. Öyle. Ay sağ olun, belə. İndi siz də biz yaylaqda olanda gəlin dağlara. Asırqallıq, ondan sonra sapaqlıq. Ancaq belə kol yoxdur da. Hamısı qayalardır, üstündə başında çıxırıq, gedirik, kəkotuluqdur. Nə qədər istəyirsən kəkot yığarsan, ancaq biz qoca yığmırıq. Yo dediler ki burada koca deyiləndə biri 120, 110 yaşı olana Ay deyirlər. ağırın Ali, mənim rəhmətli Ayşə nənəm var idi. 115 yaş yaşadı. Vallahi o qıvla haqqı. Özü getdi bulaqdan suyunu getdi. Başına özünü pək elədi, ayağını dövdü. Mən onun nəvəsiyəm. Maşallah. Fatmanın nəticəsiyəm, Ayşanın nəvəsiyəm. İndi də atam da Allah rəhmətə gedib, anam da rəhmətə gedib, nənəm də, o birisi də, hamısı da. Amma çox yaşayan olublar. Çox yaşayan. 115 yaş, 120 yaş belə. Gənə qaynəmdə gənə yaxşı 90 yaş yaşadı, 80 yaş yaşadılar bu forma. O çox gəvə toxudu. Hər balalarına bir gəvə toxudu. Adını üstünə yazdı. Çoxlu mal saxlayırdı, camış saxlayırdı. Onunla bütün günü 3 ay burada evimizdə dururdu o adam. Bütün günü dağda, binədə armud dənlirdi, göndərirdi bizə, alma dənlirdi, göndərirdi. Yaxşı şeylər çöllərin meyvələrindən. Qış da gələndə gəvə toxuyurdu, kilim toxuyurdu. Ancaq bizi dölgədir. Cəhrəsi də məndədir, darağı da məndədir. Ondan sonra özümüzü dölgədirdi. 8 bala saxladım, nəvələr saxladım. Nəvələrim bu dəqiqim, oğul nəvələrim oxuyurlar, 10-cu qutaracaq. Qız nəvələrim ikisi ikinci quruşdadı, institutda, şəhərdə. Urus dilində oxuyurlar, o birilər gənə Urus dilində oxuyur, Gürcü dilində oxuyur, o birlərim gənə Bakıda oxuyur, hamısı yaxşı. Hər yer yaxşılıq olsun, hər yer şad olsun. İndi baxacaqlar sizə. Bir onlara nə arzulursunuz, nə deyirsiniz? Onlara belə onlarla da siz də xoşbəxt olun. Yaxşı günlər, yaxşı arzular sizinlə olsun, balalarımla olsun, hamı ilə olsun, ellə olsun. El şad oldu, mən də şadam. Hamı da şad olsun, balaları üçün, mən də şad olun, balaları üçün. Min illərdir ki, böyük bir ulus bax beləcə əsrdən əsrə, nəsildən nəslə ötürür öz qan yaddaşını, adət ənənəsini, yaşam tərzini, kimliyini.
Nənəmizin, nənəsinin, nənəsi də beləcə əzizləyib öz nehrəsini. Bugünkü nənə də əzizləyir. Bəs sabah necə olacaq? Bu qəlbi dağlara bayatı söylənəcəkmi yenə? Suları oxşayacaqmı şirin dillər? Ana xatır əfsanələri yaranacaqmı yenə də görən? Aytoy olan igidlər, bu yerləri kimlərə amanat qoyub gedirsiniz? Anam bacım düz gəlin, ələ yağı düz gəlin. Yerdə oğlan dilərəm abala sana, bir dənə qız gəlin. Gəldiyin yerdə əyərin səyalı olsun, hamırın mayalı olsun. Başın böylətli olsun, yanın çoxlu övlatlı olsun. Ay sağ ol. Durduğumuz bu yer Yaqublu kəndidir. Qarşıda suyu azalan, suyu azaldıqca sanki balıqları da yerə qopub qeybə çəkilənsə Yaqublu gölüdür. O görünən kəndlər də qəmərli və şahmarlıdır. Evlər avad olsun. Hərçənd ki, gün-gündən əhalisi azalır. Cavanlar iş, güc dalınca köçüb gedir uzaq-uzaq evlərə. Boşalır kəndlərimiz. Gah yolsuzluqdan dedilər, gah işsizlikdən, gah başqa-başqa məsələlər gəldi ortalığa. Hər nəysə, evlərinizi arxanızca həsrətdə, gözə ağlar qoymayın. Aman verməyin yurdlarımız boşalsın. A bizim ellilər. Çox işlər elə özümüzdən asılıdır. Yol da çəkə bilərik, bağ da salarıq. Lap ilə dağda. Bu Koroğlu qalasını dədələrimiz düz dağın başında uzatmayıblarmı? Özlərindən gələcək nəsillərə amanat eləməyiblərmi? Ətəyindəki dəllər kəndi yiğidlərin oylağı deyilmi? Bu nişanalar, bu izlər tərk ediləsi yerlərdimi? Bir yeri behiştlik həmsoyumuzun Allah rızasına 4 yol hayrıcına çəkdiyi bulaqdan sizlər də nuş edib üzü dağlara. Borçalıda yaxşı mənada böyük əks-səda doğuran yol çəkmə mərasimini özümüz də seyr edib zövq almaqdan, lentə çəkməkdən ötürü elə həmin yolla Örməşənə yollanırıq. Dımanisdən, Baş keçiddən, Kirov, Aşağı Qarabulaq, Qızıl Hacılı, Yuxarı Qarabulaq, Bağçalar, Darvaz kəndlərini birləşdirəcək bu təzə çəkilən yol el oğullarımızın xalqı, milləti eşqinə cümləmizə görk olası faydalı işlərindəndir. Allah birini min eləyib, bundan da böyük işlər görməyə bolluca səxavət, könül xoşluğu bəxş etsin hər kəsə. Dünya malı dünyada qalandı deyib atalar. Onu da belə xeyirxah işlərə sərf edəndə cənnəti satın alırsan. Texnikanın insanlarla dil tapıb, ciddi cəhdlə işlədiyi yolla yaşı yüzü haqlayan, adını eşidib özü ilə də həmsöhbət olmaq istədiyimiz Məmiş dayının görüşünə gedirik. Yəqin ki, tamaşa etdikcə siz də razılaşarsınız. Bu kəndə cənnətin bir güşəsi demək olar. Əgər ki, bu tərk edilmiş, dağılmış evlər olmasaydı. Örməşən qədər gözəlliyindən ürəyimizi diqqətə gətirən, həm də ağrıdan yurd yerimiz olmadı Borçalıda.
Sahibsiz qalan həyətlərin bar verən ağacları başını yerə qoyub, bu yükdən, bəhərdən onu azad edəcək yiyələrini gözləyir. İnsan həmirini duyduqca yollar da sevincindən diksinir sanki. Evlər, həyat bacalar sığal, nəvaziş gözləyir. Doğrudanmı biz insanlar yurda sahiblik edən bu daşlardan, bu ağaclardan da etibarsızıq? Nə yaxşı ki, etibarlıları da var. Məmiş dayıya bir 100 də ömür arzulayıb, kəndə yol çəkilir. Daha gedənləri geri dönər yəqin. Sən möhkəm dur, yurda sahiblik sənə qalıb, qoca qartal. Biz də ismarıcımız söz verdiyimiz kimi bu ekrandan cümlə xalqımıza yetiririk. Gəlin, görülən bu böyük işlərə siz də dəstək olun. Təzə çəkilən yollara özünüz bələdçilik edin. Borçalı mahalının ən sıx Azərbaycanlılar yaşayan bölgəsi Marneonidir. Vaxtilə böyük pedaqoq, görkəmli yazıcı Abdullah Şair bu evdə yaşayır. Nəriman Nərimanovun üzü qayğılı büstü. Yaxınlıqda yenicə təmirdən çıxmış məscid binası yerləşir. Şəhər mərkəzinə doğru meydanda dahi Azərbaycan şairi Nizami Gəncəvi və Pələng dərisi geymiş pəhləvan əsərinin müəllifi Gürcü şairi Şotar Ustavellinin əksi həkk edilmiş xatirə lövhələri qarşılayır maraqlananları. Amma bu xatirə lövhədə Nizami Gəncəvinin adı, böyük kimliyi qeyd olunmuyor. Yəqin bu əsərin müəllifi dünyalardır şöhrəti olan Nizaminin elə belə də tanınacağından arxayın olaraq həkk olunan portreti belə ünvansız qoyub. Ulu dədələrimizin el-oba, yurd amanatı elədikləri torpaq. Sənə borcumuz o qədərdir ki, dağlanını qurmaq, yıxılanını yerdən qaldırmaq, köhnəsini təzələmək, yol salmaq, binə tikmək, yurd eləyib, səhər axşam bu dağlara salam verib, salam almaq. Onda qədəmlərini əzizləyən torpaqla şəstli olur, qürurlu olur, keçərli olur hər sözü, arzu diləyi. Ulu borçalımıza və cümlə borçalılara bu qədim qayımlığı qorumaq. Evinizdə, elinizdə, yurdunuzda şən olasınız, abad olasınız deyirik. Qaldı ki bizə lap yaxın zamanda Tiflisdə görüşərik. Tamaşaçılarımız Tbilisidən proqramımızı gözləsin. Böyük Mirzə Fətəli Axundovun, dövlətçiliyimizin nişanası Fətəli xan Xoyskinin uyuduğu torpaqdan.